Sevinç Bağırovanın qətlindən sonra əmlak mübarizəsində marağı olan tərəflər arasında çəkişmələr daha da kəskinləşdi. Qadının ölümündən 5 gün sonra qatil cinayət məsuliyyətinə cəlb edilsə də, bir sıra nüanslar qaranlıq qalmaqda idi. Prosesi izləyənlər isə onun sonunu gözləyirdi. Əlbəttə ki, əgər bunu son hesab etmək olarsa. Xatırladaq ki, 2002-ci il may ayının 15-də axşam saat 20:30 radələrində 8-ci mikrorayonda yerləşən 32 saylı evin 10-cu blokunun liftində qətlə yetirilən Sevinç Bağırovanın cinayət işi üzrə təqsirlənilən 1975-ci il təvəllüdlü Nahid Eyvazovun və onunla birgə, lakin digər epizod üzrə məsuliyyətə cəlb olunan Vahid Mirsəliyev və Kamal Dasayevin məhkəmə prosesi 2003-cü ilin mart ayında başlanmışdı. Mərhum Sevinç Bağırovanın həyat yoldaşı Namiq Əliyevin və bacısı Nailə Bağırovanın hadisə baş verən gün və sonra istintaq zamanı bu cinayətin sifarişini əmiləri tərəfindən verilməsini iddia etmələrinə baxmayaraq, Vasif və İlqar Bağırovlar qardaşları qızının ölüm işi üzrə məsuliyyətə cəlb olunmamışdılar. Bacım düşmüşdü işin dalıyca. Bizim də işimiz 4 ildir məhkəmədədir. Vərəsəlik üzrə məhkəməyə düşmüşük. Axır instansiyada Ali Məhkəmənin plenumu idi. Oradan da qərar aldıq. Bizim xeyrimizə qərar aldıq. Qərar alınan günündə qız evə gələndə blokda öldürüblər, liftin içində. Bacımın qatilləri 3 əmilərdir. İkinci tərəfdə var ki, Fazilədir, bir də o birisi bacılar var, gey bacılar. Atamın o birisi ikinci arvaddan. Yox, nayomnikdir bu, spesialistdir bu. 10 dənə bıçaq vurub ona, elə yerlərdən vurub ki, səsi də çıxmayıb, xırıb gedib. Qız rəhmətə gedəndən sonra bu istintaq dövründə istintaqın səthi getməli, özüm şahid olduğum dəfələrlə. Əmlərin sifarişi qismindən necə çıxarıldığını özüm gözlərimlə şahid oldum ki, EFI vasitəsindən verilir ki, əmlər də sifarişi, amma onun üstünə gələn olmur. Əmrlər başqa maddələrlə həbs olunurlar. Nahid bizi tanımırdı. Nə məni tanıyırdı, nə yoldaşımı tanıyırdı, nə uşağı tanıyırdı. Mən ölən bir günümə kimi o yadımdan çıxmaq ki, mən necə deyim, tam əminəm ki, bu sifarişlə həyata keçirilibdir. Nahid tanıyırdı, qaynanamı tanıyırdı, baldızımı tanıyırdı, baldızımın əhlini tanıyırdı. Əgər bu gəlib qisas alırdısa, İlhama görə bu adam Roskoya düşürdü. Qisas alırdısa, qoy elə tanıdığı adamlar keçsin vursun da. Proses zamanı Sevinç Bağırovanın qətli, İlham Bağırovun tutulması və onların ətrafındakı hadisələrin baş verməsində müttəhim Nahid Eyvazov, Vasif Bağırovun günahkar olduğunu sübut etməyə çalışırdı. Açlıq aksiyası keçirdirəm, xahiş edirəm. Bəli. Gündən də açlıq aksiyası, gündən mən istintaqa qaytarım mənim. Təzdən qoyun istintaqa. Xeyr, mən heç nə. Mən o həşdürümdür, baba qatil. O, İlhamı orada bədbax elədi. Qapatsın orada bədbax elədi. Lider qəzet yazıb ki, yazıb ki, Naşabek ki, Zakaşik odur. Sonra bu da yazır ki, mənə ki, Zapravkada mənə tapanca giribdir. Bu da Zapravkada şeylər olur. Nədir, aslamak mı, axıraram, mən necə tapanca giribdir. Və qəzetçilər niyə sütüz yazmır, hə? Zakar elibdir, bəli. Mən yox, mən elibdir. Denə də, meşhur ağzını açmışsa, Rasimə reysə pulu bırakmışsa, indi mənə bədbax edirsən, hə? Allah var göydə, Allah Taala həmişə günahsız özün müdafiə edənlərin tərəfindədir. Başa düşdün? Mənim bir dənə şahidim var, o da Allah'dır, vəssala. Mən təmizəm, bax. Mən özümdə bilirəm ki, mən təmizəm, yana. Təmizəm, bax. Başa düşdün? Bax, mən təmizəm. Allah'ın yanına gəliz olur. Su olmayacaq. Qaydan istəyənlərim çəkir, ha? Sənin ixtiyarın yoxdur. Su da istə demokratiya. Bu ne demokratiya? Bu ne? Onların sıçadı məndə. İfadə vermək ifade vermək istəyirsən? Ya, lan bək edin, ha? Puldan bırakın, mən pulum yaptım, benim babam.
Sevinç Bağırovanın qətli ilə yanaşı məhkəmə Bağırovlar nəslinin nümayəndələri arasında bir neçə illər davam edən mülki işlərə diqqət yetirir. Belə ki, cinayət işinin materiallarından bəlli olur ki, hələ 2000-ci il may ayının 19-da Vəli Bağırovun həyat yoldaşı Elmira Ağayevanın İlham Bağırov tərəfindən qətlə yetirməsi ortada qalan əmlak üstündə baş verib. Həmin işin araşdırması zamanı ailə üzvləri sifarişin əmilər tərəfindən verilməsini bildirirdilər. Lakin İlham Bağırov müttəhimlər kürsüsündə tək oturdu. Sevinç Bağırovanın ölümünün təsadüfi olmamasına isə şübhə qalmırdı. Nahidi sizin evinizə gələndə Nahid, polis formasında gələn vaxtı olub. Ümumiyyətlə o polis formasına, o hadisəyə qədər, onu polis formasında o ərazidə görən olubmu? Belə bir... O bir dəfə də gəlib, bizim qapı bağlı olub. Onda özü demişdi ki, qarşı oldu, kimisə bilmirəm, qohumlarından kimsə dedi, polisdə onu göndərmişdim qapıda. Qapını döydü, qapını açan olmuyor. Yəni ki, o hadisədən qabaq kimsə polis formasında qapını döyüb. Yəni ki, belə bir hal oldu mu? Amma konkret Nahidin olub-olmamağını siz bilirsiniz. Yox, biz çünki evdə olmamışıq. Yəni o vaxtda atası həm təsisçilərdən biridir, 3% ona düşür də, elədir də. İndi İlham əgər atasının payını sizdən istəyirsə, yəni tutaq ki, nihad vasitəsilə, bu sizcə qanuni idirsə, qanunsuz idi. $5000 tələbi qanuni idirsə, yox. Sizcə nə verməli idiniz siz onda İlham'a? Nəsə verməli idiniz də, məncə elə tutur. Neçə verməli döyürdünüz? İlhamın ay olarak pul verilir. O atamın payı diyene demir de ki pul vermez. Ataların payıydı, sonra da o kararda, o məhkəmə qararında İlhamın adı yoklar, iki kızlar var. Ay maaş şəklində verilirdi, pay şəklində verilirdi. Yoxsa balımızda xod ellər, təmiz pay şəklində verilirdi. Nə forma? Bizim aramızda elə şey yox idi. Ortada nə yığılırdı? Yığılırdı. Allah şahide sual verir. İddia münasibəti necəydi bunun? Şikayət verirdilər. Razı döldü də iddianında. Sonra bu pay şəklində İlham'a da Apellyasiya məhkəməsinə şikayət verildi. İşin materiallarına var o məsələ. İndi bu Rasim müəllim deyir ki, ay biz onların paylarını verirdik. Verirdilər mi sizə? Və nə qədər verirdilər? Yox, elə pay verilməyib. O, yəni $100-lıq şirmanlıq falan pay deyil ki, o təşkil. Yəni o qədər verildi. Deməli o lazımı payı verilmir. Sürüzərə çəkmişlər, burada bir neçə nəfər dindirdik. Bu hadisə ilə əlaqədar sizdən şübhələnirlər. Sevincin ölümündən. Bunu neylə izah edirsiniz? Mən xəbərim yoxdur onun ölümündən, nə də kesin deyə bilmərəm bu barədə. Anlaşımı. Eyvazov dedi ki, bu işi siz təşkil edəmişsiniz. Hətta dedi kimin vasitəsidir. Xəbərim yoxdur, bilmirəm. Heç onu tanımıram oradan. Tanımırsınız? Xeyr, əlaqəm olmayıb ona. Bizim qardaşlar heç kesin. Siz İlhamı görürsünüz axtarışda olan vaxtı. Evet. İndi bayaqları ifadə verəndə dediniz. Harada başınıza tapanca dirəmişdi İlham? Zafatları. Müraciət elədiniz, hüquq mühafizə orqanlarına. O səhər gündə, həmin günü yox. Konkret həqiq yox. Xeyr, Elədiniz yox. xeyr, həmin günü yox. Nahid gəldi, üstünüzə bıçaq çıxartdı, dərhal polis orqanlarına müraciət edirsiniz. Bəli. İlham axtarışdadır, üstünüzə tapanca deyil, müraciət eləmişsiniz. Niyə? Getdim yazı verdim səhər günü. İlhamın adını verdiniz. İlhamla verdim. Ona verdim, çünki o tanımıyorum. İlham tutulan günüsü. Hələ tutulmamışdan getdim yazı verdim ki, İlham adam göndərmişsin, belə deyil. Ondan qabaq İlhamla əlaqələriniz olub. Xeyr. İlham sizdən pul istəməyib. Bir dəfə dedim, Zapravqada rayona edirdi, 100 lira. Yox, kiminsə vasitəsilədir, Xeyr, şəxsiniz yox. xeyr. Kimsə göndərməyib, sürücü ki, geçsin, gəlsin, pul aparsın, versin. Xeyr. Ya bacısı rəhmətli Sevinç gəlsin. Sevinç, olar gəlib postana... İlhamla bağlı pulu alsın sizdən, olmur. Yox, olar postana namiqə bir dəfə də Rəhlə Bazı'nın özlərinə də ay var, onlara vermişim. Mən sual verirəm ki, İlhamla bağlı pul Xeyr, xəbərim yox. Ora pul verməyin, Bəli. barədə ağzınız olsun danışırsınız. 20 şirman, 30 şirman pul vermişsiniz. Xeyr, elə olmur. Pul vermişim. Bax, nə sualım? Mən sübut edirəm, mən sübutum var. Yəni İlham da bax, lazımdır. İlhamı qərar göndərmişəm, gətiriləcək, indirəcək, üzləşdirəcək. İlham da, İlham Bəxtiyar göstərir ki, bu adamın üstünə mənimlə getmişik, Fort Lincoln Continental dəyişdiyi maşının zapcasıdır, o maşınla. Gəlmişik, çıxıb Bəxtiyar söhbət edir, valla mən onda heç bilmirdim, tanımırdım, bu kimdir, İlhamı da tanımırdım. Sonra da mən bildim bunları. Yəni ki, bir dənə Sibiyaz bu idi, bu ortada Bəxtiyar. Orada bu şeylikdir, sonra mənə Bəxtiyar söhbət edir ki, o şimdi kraxabordur, nə bilim nədir, qardaşı oğlu belədir,
bu vəziyyətdə deyirəm, nə oldu ki, deyir, heç başqa söhbətdə oxşumda, bunun belə obyektlərini işlədir, pul vermək istəmir oxşum, yəni il işi falan da başında iş var, qutarmaq istəmir. Mən sual verdim ki, ne üçün sizi şübhələnirlər, siz dediniz ki, bilmirsiniz. İyi gəlir belə baxaq. Elmiranı öldürdülər, 50% rəhmətli Vəlidən qalan pay getdi, sözü buyurumsa. İlhamı, xahiş edirəm, mənə sonra bu İlhamı öldürdülər, İlham tutuldu, onun da payı azaldı. Bizim payı çoxaldı. Sevinci öldürdülər, yenə də. Bunlar hamısı azaldınca kimə xeyir var? Danışarım cəzbə söz. Bunlara görə sual verildi. Rəhmətli qardaşım rəhmətə gedəndən sonra onlar iki ailə arasında məhkəmə oldu. Bir uzun çəkişmələrdən sonra, arvad rəhmətə gedəndən sonra bunlar razılığa gəldilər öz aralarında iki ailə. O birisi qızlara rəhmətliyin evləri qalır, bir-iki evləri olur. Bu qızlara da atalarının payı qalır. İşte onun da tutadı, həmin şeydə indi də qüvvədədir. Başqa bizim olan... Belə olan halda həm o tərəf, həm bu tərəf hamısı üstünüzdən şübhələnir. Adam nə qədər İstədiyim alçaq adam ulaşır, yürüyüşdən öldürüldür. Öyle öldürdülər. Bizə özləri öldürdülər. İkisini qəsdən öldürüblər, üçüncü də öldürmə görə tutublar da. Yox, yəni mən... Öz əcəllərinə ölməyib ki. Birisi nətərdir, zərərçəkmişin ifadəsinə mən istinad edirəm. Onlar da istinad edirlər ki, elə Elmiranda qətlə yetirilməsində siz sifarişçi olmuşsunuz və söz vermişsiniz ki, İlhama ki, səni bayaq o dediyi kimi xəstə adından, psixi xəstə adından sizə kömək edəcək. Yəni bu ifadələr var. Ali məhkəmə qərarı çıxandan sonra restoran bizə verildi, Səfalı restoranı. Deməli, biz getmişik ədliyyə polisindən icra eləməyə. Getmişik ki, Səfalı restoranı. Səfalı restoranı biz getmişik, deməli, restoran qalıb yerində adını siliblər, yazıblar Abdu. Aparıb qeyri-binəli dispetçerisi, hansı tavsiyeləri, deməli, gündəlik növbətlər qəbul elədiyi bir dənə balaca otağı. Yazıblar üstünə Səfalı kafesi, gör Səfalı kafesi buradır. Məhkəmə qərarından gəl bura verildi bizə. Əgər bunların bu ölüm işində marağı yox isə, bu boyda əmlaka yiyələnmək istəmirdilərsə, niyə görə maddi maraqlar nədir ki, o boyda restoranı adını dəyişib, başqa ad qoyurlar. Balaca bir dənə gətirib otağı qoyurlar Səfalı. Mən bir arayışdır. Həmən gündə hələ salam bitirdi. Həmən günü deməli bizim bunlarla restoranda davamız düşdü ki, İlhamı tutturduğunuz bəs deyil, indi hələ bu addım atırsınız. Getdi, yalanış ərzə yazıb verdi ki, gəl mən bunun üstünə silahla gəlmişəm, gəl sonra bıçaqla bunu saxlamaq istəmişəm. Cəmləmə olaraq polis idarəsindən mənə şikayət edilmişdir. Harada yazmışam, göstər. Var ol. Sualına cavab verin. Olub belə bir şey, yoxsa yox? Yox, məhkəm gəlmişdilər, bizə Səfalı restoran yoxdur. Cinayətçi materiallarda, plenum qərarında... Yox, Bir dəqiqə, mən xahiş edib, imkan verin zərərçəkmişdən cavab alaq, sonra aydınlıq gətirək. mən sizə deyim də, möhtərəm hakim, bir dənə idarədir, bir dənə obyektdir. Bunun da üstünə yazılıb, avtomüstəqil tikim müəssisəsi. Bu nizamnamədir, bunu Ədliyyə Naziri ilə təsdiq edib, yəni hər yerdən də keçmiş sənəddir. O sənədin də üstündə, içində, onun daxilində yəni, fəhli yeməkxanası var, nə bilim, ayrı-ayrı hissələr var. Bunlar da gediblər, belə bir qərar çıxardılar ki, Səfalı restoranı verilsin bunlara. Ədliyyə polis da gəlib mənə deyir ki, bizə bu Səfalı restoranı verin. Mən də deyirəm, məndə yoxdur o restoran. Var, get, araşdır, gör, hava çeşitlici olur, Maluqda yeri var, peçatılaşdan var, ayrı idarədir. Mən o səhərdən verim. Yoxdur məndə o restoran. Bunlar siz dediniz, əgər o yeri Stalovan deyirsinizsə, sənəddə baxın. Bax, bu vermişəm sənədlərin hamısı. 39,17 kvadrat nə qədədir? Sahəsi var, fəhlə yeməkxanası. Yəni, Atdenli bizim o yoxdur elə bir yerimiz. Onu demişəm, sonra da mən bunlara dəfələrlə demişəm ki, atozun payıdır, halal xoşuz olsun. Neyin istiyorlar? Mənim o bir-iki cındır taksilərimiz var. Maluq da nə qədər cəlmə yazır. O taksilərə dəyməyin ki, onu mən rastodun ödəyim, ondan sonra verim sizə. Aydındır, bir dəqiqə. Siz deyirsiniz ki, fəhlə yeməkxanamız var idi, zərərçəkmişin sualına cavab verirsiniz. Ayın 16 may 2002-ci il tarixdə dindiriləndə siz bu dostlarınız Sosial İstəmə Qəhrəmanı Ağayev, Həsrət Beyilda bizim restoranda axşam saat 7 radələrində çörək yedik. Fəhlə Stalovusun. Siz Stalovanızda niyə restoran deyirsiniz və? Lesterlərdə oturub çörək yeyir. Nötərm olsun sizə və adınızı deməyək, Məmməd Tağı deyə xoşunuz gələr. Bu bizim öz yerimiz, yəni ona da heç elə çizgici olmur. Siz yazın, bir də imkan verin, hörmətli. Ona da heç elə çizgici olmur, möhtərəm hakim. Yazırsınız ki, qeydiyyatda görür. restoranımızda
Bəli, restoran. Bizim restoranda axşam saat 7 radələrində oturub, Həsrət dostumuzun oğlunun ad gününü qeyd edir. Bəli. Yazılan ki, Stalovo. Stolova kim deyir? Hamı restoranı Stolova. Sən niyə Stalovo deyirsən? Yəni Stolova arasında. Xeyr içində Stalovdur deyəcəksən. Hələ mənim əlimin özünün sağlığında, qız yoldaşımın özünün sağlığında. Orada nədə kamera alır. Bu dəfə kalkışda həmən restoran bizdə. Həmən restoran bizdə. Yox, burada heç də bir qaranlıq mən başa düşürəm. Mən sizə bir şey deyim. Bu dəfə həmən restoran bizim tərəfimizdən icarəyə verilmişdir. Bir dənə söz deyim ki, hörmətli sədr. Bu deyir ki, bunun tişörtücü var, planı var, Bakı baş planını təsdiq edib bu firma. Neçə il bundan qabaq. Bu rəhmətə getməmişlər, bu yoldaşı rəhmətə getməmişdən qabaq. Həmin o planda restoran adlı şey yoxdur. Orada fəhlə yeməkxanası var, onu da qılıraq nə bilim. O elə bir yeməkxana olmadığına görə o indi restoran da deyə bilər, ona bar da deyə bilər. Onun üçün deyirəm ki, elə denən ki, heç olmasa düz gəlsin. O boyda o divijeniyada, yəni orada axranada var, böyük baş idarələrdir. O indi təzə Polad şey var, zavod var orada. Yəni ki, orada bu boyda millət, bu boyda cəmaət var, polislər var, nəzarətçilər var, avtomatla dayanan var o zapravkada da. Necə olur ki, mən o düz o yolun qırağında Səkidə. Mənim şahidim də var, o şofer aydın xahiş edirəm, imkan varsa çağırarsınız, o təsdiq edir də. Mən aydındır ki, onudur. Yəni ki, orada neçə dəfədir mən görmüşəm ki, o sözü gətirirəm. Məhərrəm olaydı. Bəli, bəli. Gələcək, dindirəcək inanırım. Yəni ki, Mən buna aydın. o şadlıq evi. O həmin bax o səfalı restoran. Bəli, 2 mərtəbə. Başqa məqsəddən istifadə olunur orada. Orada başqa Bəli, mən neçə dəfə. Ancaq restoran kimi istifadə. Xeyr, cənab prokuror, mən iminlə mən özüm bax Əbülfəz haqqı, Seyid Yusuf Ağanın cəddaqdır. Orada toy, şadlıq sarayı, yəni yazılı səfalı şadlıq, orada toy da eləyiblər. Bax, üzr istəyirəm, sünnət də olubdur orada, yəni ki, bu belə şeylər mən rast gəlmişəm. O yolum mənim oradan da, kəndə gedib gəlirəm Zabrata, yolum oradan düşür. Bəli, həyəti zadı var, tankları, hər şey var, ağaçları, zadı, 2 mərtəbəli. Aydındır. Müəyyən müddət çəkən məhkəmə araşdırması 2003-cü il aprel ayının axırlarında yarımçıq saxlanılır. Zərər çəkmiş tərəfin vəsadəti ilə məhkəmə kollegiyası Sevinç Bağırovanın qətli ilə bağlı tamamlanan 83739 sayılı cinayət işini Nahid Eyvazovun hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcud olduğuna görə ona başqa ittiham irəli sürülməsi və digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin müzakirəsi üçün Binəqədi rayon prokurorluğuna göndərir. Binəqədi rayon prokurorluğunda yenidən araşdırılan iş heç bir dəyişiklik olmadan ağır cinayətlərə dair işlər üzrə məhkəməyə qaytarılır. Məhkəmə tibbi psixiatri ekspertizasının rəyində Nahid Eyvazovda hər hansı bir xəstəliyin əlamətlərinin aşkar olunmaması qeyd olunur. Bildirilir ki, o öz hərəkətlərini idarə etmə qabiliyyətinə malikdir. Sevinç Bağırovanın ölüm işi üzrə əlavə heç kim məsuliyyətə cəlb olunmur. İstintaq sübut edir ki, Sevinç Bağırovanın qətlini heç kim sifariş etməyib. Madəm vaxtında deyəcək var sizə. Prosta istintaq vaxtı mən çox nadir dedim ki, bilirəm kimlərdir. Mən prosta utopiyaydı elə bir şey. Axlıma gəlir ki, kimlər ola bilər, kimlər tərəfindən bu sifariş gələ bilər də. Nadir dedim Nahiddən, saat nə köməli lazımdır mən eləyəcəm, mənə maraqlandırmır sən. Sən olsa vurursan, ona həyatdan məhrum elədin sən. Mənə lazımdır sifarişi saat kim verir ki, olan adındır. Nahid bu bəxtlər adını indənə kimi istintaq demirdi. Dəfələrlə elə belə mənə söhbət eləyəndə özü bəxtər adını tez-tez hallandırırdı. Amma onunla əlaqədar olmağını demirdi sabah. Amma bu məhkəmədə siz bilmə fikir verdiniz, vermədiniz. Deməli, çəkiliş getmədən razılıq verdi, amma bəxtər momenti gələndə kameranı saxlatdırdı. Sən Bəxtiyarı tanıyırsan? Bəxtiyar, Cahil Bəxtiyar. Köynədə otur Bəxtiyar. Tanıyırsan? Tanımırsan? Bəxtiyar sənin Lafaktoriyava gəlib, Ford Lincoln Continental maşını düzəltdirir. İlham sənə zəng edir ki, onun maşının falan yeri xərəbdir, o zapçası təşkil edir. Olmayıbdır. Mənim buna sübutum var, şahidim də var, mən onu eləyəcəm. Tanımırsan da babına, Bəxtiyar. Yaxşı. Mən orada məktub yazmışam, möhtərəm hakim buna, düzdür, mən yazmışam, göndərmişəm. Banisədən mən pis vəziyyətli operasiya olmuşdur, dikmişlər mənə, oradan göndərmişəm. Niyə göndərmişəm? Şübhələr türməsində
mən birinci mərtəbədəyəm, üçüncü mərtəbə, sən üçüncü mərtəbədəsən. İkinci, üçüncü mərtəbələr hamısı gəlir, oradan birinci mərtəbədən keçir, pravulka verirlər də, hava verirlər. Mənim də qarmuşqam açıqdır, sansasiya, banitni kameradır. Orada sən yaxınlaşdın mən, kimlə lazımdır, aydın söhbət sürüyorsun. Mənə yaxınlaşdın, orada sən mənə nə dedin? Yanımda dedin. Yox, dedim ki, nə lazım deyəcəm, hörmətli zaten o şey Bəxtiyar mən tanımıram. Bunu belə bir deməyəm mən Bəxtiyar, belə bir söz işlətdirsən. Yox, heç mən sənə kəlmə kəsmişəm, heç mən bilirdim, oradasan döyürsən. Bilmirdim ha, sənin yanındakı kamerada yoldaşlarım var, mən onları praktbat edəcəm, onlar da şahidi, onlar da görürlər. Elə, ancaq olmayan söhbəti yalandan burada demək lazım deyil. Mən sən, nə də ki, bizim nazar aparır, orada qoymurlar heç kim söhbət etməyə. O söhbət ola bilməyəcəm. Buyur Eyvazov. Mən bir dənə söz deyirəm ki, mən sübut edəyəm. Sənin indi yadından çıxan sualları da sonra qeyd edə bilərsən, Bəli. hər prosesimizdə iştirak edəcək. Nə vaxt istəsən sualları verə bilərsən. Yox, sən fırlandın, yarımçıl diyandın. Yaxşı, o dedi ki, Bəxtiyarı tanımır. Neydi bunun altında? Tanıyıraq, o adamı tanıyırıq. Tutar ki, tanıyır sonra. Onun bu işe ne yapıyor? Sen deyəcən maşını orada düzəldin. Özün bil. Yəni, çəkilişi. Şəhərdən özün dedin ki, bu çəkillər. Sağ ol, elə bir şeydir ki, qoy mən deyim. Sağ ol. Beləliklə son çıxışlar iyun ayının 19-na təyin edilir. Lakin zərərçəkmiş tərəf gəlmədiyinə görə məhkəmə təxirə salınır. Proses bir gün sonraya keçirilir. Deyilən gün məhkəmə iclası yenə baş tutmur. Səbəb zərərçəkmiş tərəfin gəlməməsi və müttəhim Nahid Eyvazovun kəsici alətlə özünə müxtəlif xəsarətlər yetirməsi olur. Bundan sonra da bir neçə dəfə təxirə salınan məhkəmə prosesi nəhayət iyun ayının 30-da başlayır. Nahid Eyvazovun anası iddia edir ki, onun oğlu bu cinayəti törətməyib. Eyvazov Nahid Qədiroğlu təkrarən qabaqcadan əldə olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq qodlu silah, döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb, gəzdirmiş. Qabaqcadan əldə olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, zərərçəkmiş şəxsin və ya bu qohumların şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hərdə qorxu ilə tələb etmiş, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndələrinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və Sevinç Bağırovanı qisas almaq məqsədi ilə susamansızlıqla öldürmüşdür. Mirsaliyev Vahid Dəmiroğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181, 2.1, 2.3, 2.4, 2.5, 145, 2.4, 2.5 və 2.6 maddələri nəzərdə tutulmuş. Cinayət əməllərinin törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3 maddəsində təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq Mirsəliyevin üzərində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli 18 aprel 2002-ci il tarixindən hesablasın. Barəsində seçilmiş qəti imkan tədbiri həbs, hökm qanunu qüvvəyə minərək dəyişdirilmədən saxlansın. Dasayev Kamal Nazimoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181, 2.1, 2.2, 2.3, 2.4, 2.5, 145, 2.4, 2.5 və 2.6 maddələri nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib, qəti olaraq Dasayevin üzərində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Eyvazov Nahid Qədiroğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181, 2.1, 2.2, 2.3, 2.4, 228, 2.1, 2.2, 315, 2, 181, 2.1, 2.2, 2.3, 2.4, 2.5, 145, 2.4, 2.5, 2.6, 157, 2, 228, 4, 122, 4, 128 və 234.1 maddələri nəzərdə tutan cinayət əməllərini törətməkdə təqsirli bilinib. Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 20 may 2002-ci il tarixindən hesablansın. Cinayət Məcəlləsinin 93.1.4 maddəsinə əsasən Eyvazova narkomaniyada məcburi müalicə təyin edilsin. Barəsində seçilmiş qəti imkan tədbiri həbs, hökm qanunu qüvvəyə minərək dəyişdirilmədən saxlansın. – 2002-ci ilin may ayından başlanan cinayət işində nəhayət 2003-cü ilin iyul ayında nöqtə qoyulur. Sahibkar Vəli Bağırovun vəfat etdiyi vaxtdan baş verənlər bugün göz qabağındadır. Atanın sevimlisi, həmişə fəxr etdiyi oğlu İlham analığı Elmirə Ağayevanı qətlə yetirdiyinə görə adı axtarış siyahısına düşüb. Bir ildən sonra polis işçiləri ilə atışmada yaralanıb və tutulub, ömürlük azadlıqdan məhrum edilib.
qızı Sevinç Bağırova əmlakın onun adına keçməsi ilə bağlı çıxarılan bir qərarın qurbanına çevrilərək yaşadığı binanın liftində 7 yaşlı oğlunun gözü önündə amansızlıqla qətlə yetirilib. Onun həyat yoldaşı Namiq Əliyevin həyatına 3 dəfə sui-qəsd olunub. Qardaşı Vasif Bağırov Sevincin işi ilə əlaqədar məsuliyyətə cəlb olunmasa da narkotik maddə istifadə etməkdə günahlandırılaraq az da olsa türmə həyatını duyub. Digər qardaşı İlqar Bağırov Sevincin işi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasa da döyüş sursatı saxlamaqda günahlandırılaraq bir müddət məhkum həyatını yaşayıb. Daxili İşlər orqanlarından xaric edilib. Təsisçi payları olan obyektlərin əksəriyyəti əldən çıxıb. Sadaladığımız bütün bu hadisələr 1998-ci ildən sonra baş verib. Nə üstündə, nəyin naminə, kimin uğrunda? Miras qalıb bölünüb bilinməyən var dövlət.